Herkese salam. Deməli gəlmişik yeni il alış-verişi eləməyə. Xatırlayırsınızsa bir neçə gün bundan öncə YouTube kanalımızda yeni il üçün evimizi bəzədik. Bəs bu gözəl bəzək əşyalarını hardan və necə almışıq? Təbii ki, Premium Eldən. İlk öncə qapı bəzəklərindən başladıq. Aramızda yarışma elədik və bir nəfərin seçdiyi qapı bəzəyi alındı. Sonra Şəhriyar bu antin kuntin papağı bəyəndi. Bunu götürdük. Burada deyinir ki, bu nədir? Sağa dön, sola dön. Elə bil mən nəyəm burada. Çox qəşəng papaq idi, amma aldıqlarımız içindən kreativ idi. Daha sonra Məryəmin sifarişi ilə keçdik şam ağacı üçün bəzəklər seçməyə. Şam ağacımızın bəzəkləri bu il az idi, itirmişdik çoxsunu. Baxın, burada belə bir paket var idi. Bunu çox bəyəndim. İçində hər bəzəkdən var idi, qarışıq. Belə bir dilək tutmaq üçün yeni il topları var idi, bəzəkləri. İçinə məktublarını yazıb qoyarlar deyə uşaqlar Şaxta babaya. Ondan 3 dənə aldım. 3 uşaq hərəsinə bir dənə. Bunun qırmızı rəngini aldıq. Hal-hazırda da çılçırağımızdan asmışıq. Göydən asılıb və çox gözəl bəzək verir evə. Bu arada əsnaf bizə yeni il xaricində bir şeylər aldırmağa çalışır. Amma inanmaq, kanmaq yox türklər demiş. Yer paspaslarının gözəlliyinə baxın. Əsl evə yeni il abu havası gətirir. Rabia'nın əlindəki asılqanın yekəsini aldıq otaq qapımızdan asmaq üçün. Bu da yeni il corablardı, dilək yazıb qoymaq üçün içinə, amma biz top formasında olanını aldıq. Rabiş burada bir şeyler tapıp gözümden qaçıb şəxsən bunu görməmişdim. İndi görürəm. Şaxta babalara baxın. Çox qəşəngdir. Balacası, böyüyü hər ölçüdə var idi. Şam ağacının yanına qoymağa. Burada da şam ağacları. Bizim şam ağacımız var 2 metr 10 santimetr boyunda. Ona görə almadıq. Amma eynən bizimki kimi burada da növbə-növ boylarda var idi. Yeni il stəkanlarına baxın. Çox qəşəngdilər. O qədər çox çeşid var idi ki, o qədər qərarsız qaldıq. Axırda heç nə götürə bilmədik stəkanlardan. Çünki dava düşdü, mən onu istəyirəm, mən bunu istəyirəm. Sizcə aldıqlarımız nə qədər tutdu? Bəs siz yeni il alış-verişini eləmisinizmi?